Ağdam rayonu Sarzalı kəndidir. Gördüyünüz bu kənd sağ olsun dövlətimiz tərəfindən inşa olunub. Artıq sakinlər yerləşir və 1993-cü ilin 24 iyul tarixində şəhid körpə bala Nicat Xəqanoğlu Əliyev məhz düşmən gülləsinə tuş gəlib atası tərəfindən burada öz həyətlərində dəfn olunmuşdur. Sağ olsun dövlətimiz. Burada yenidən qəsəbə tikiləndə, kənd tikiləndə şəhid Nicatın qəbri burada yenidən inşa olunmuşdur. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə məkanları cənnət olsun. Bugün onun ziyarətindəyik. Ruhun şad olsun başımıza. Amin. Ruhun şad olsun ki bu günlərin tabii belə ata, ana, gelin, oban hamısı gəlib ki sənin ziyarətinə. Sənin ruhun şad olsun ki artıq atan da, anan da, qohumun da, yaxınların da, elin, oban da hamısı bu günlərin elə sənin başına yığışırlar. Allah məqamını uza eləsin. Amin. Allah məqamını uza eləsin. Sənin şəhid eləyənlər elə bir günə saldı ki bizim bax sənin əmilərin, sənin dayıların. Onları elə günə qoydular və onları elə bir yerə qovaladılar ki onlar bir də bu zonaya, nəinki bu zonaya, Azərbaycanımıza kəm baxa bilməzlər. Ruhun şad olsun. Amin. Allah atana səbir versin. Mən yenə deyirəm, bu övlad acısı, övlad itirmək həqiqətən ata üçün. Ana ağlayır, ürəyin boşaldır. Amma ata onu içində daşıyır. Ata içində daşıyır. Onu ki, kaş belə olmayaydı, kaş nəfər olmayaydı, indi böyüsəydi. Allah səbrinizi versin. Allah səbrinizi versin. İnanırsınız, həqiqətən Allah haqqı biz hər dəfə sizin o videonuza baxanda həqiqətən Allah haqqı körəlməmək, ağlamamaq olmur. Allah səbrinizi versin. Allah səbrinizi versin. Onun yenə deyirəm, ruhu şaddır ki, günlərim onun ruhu şaddır. Onun eli, obası, atası, anası günlərim bax onu ziyarətində. Eli, obası. Burada da bunun belə olması, bütün kəndin hamısı yığışıb bizim Nizat qardaşımızın, Nizat balamızın başına. Allah səbrinizi versin. Allah haqqı, mən yenə deyirəm, hər bir bu şəhid atalarının yanında olanda, onların o keçirdiyi hissi bilirəm nələr keçirir. Allah səbrinizi versin başına. Allah səbrinizi versin. Hazır bir dua olsun qədər. صل على محمد وآل محمد على محمد Allah rəhmət etsin. Allah sağ olsun. Allah hamınızdan razı olsun.